Salam, hörmətli izləyicilər. Son günlər bazarlarda və mağazalarda un, yağ, süd məhsulları, tərəvəz və ət məhsullarının qiymətlərində nəzərə çarpacaq artım müşahidə olunur. Bir çox vətəndaş bu bahalaşmadan narahatlığını bildirir. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə 2026-cı ilin ilk 3 ayında ölkədə ümumi inflyasiya 5,7% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün qrupunda isə qiymətlər 6,8% artıb. Təkcə mart ayında ərzaq qiymətləri indeksi 1% yüksəlib. Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Pravda.az saytına açıqlama verib. O qeyd edib ki, ərzaq qiymətləri inflyasiyanın ən sürətli artan komponenti olaraq qalır. İqtisadçıya görə, yaxın şərqdə baş verən hadisələr enerji və daşıma xərclərini artırır. Bu da ərzaq istehsalının maye dəyərini qaldırır. Xalid Kərimli əlavə edir ki, yaxın aylarda inflyasiyanın bir qədər də sürətlənmə ehtimalı var. Nə etmək olar? Bu, qlobal və yerli amillərin təsiridir. Hər bir ailə büdcəsini daha diqqətli planlaşdıra, mövsümü və yerli məhsullara üstünlük verə, ehtiyacdan artıq ehtiyat yığmadan alış-veriş edə bilər. Hökumət tərəfindən də ərzaq təhlükəsizliyi və idxal məsələləri daim izlənilir. Hörmətli izləyicilər, siz bu bahalaşmanı necə hiss edirsiniz? Şərhlərdə fikirlərinizi yazın. Mövzu ilə bağlı yeni rəsmi məlumatlar çıxanda yenidən görüşəcəyik. Abunə olmağı və bildirişləri açmağı unutmayın. Sağ olun, salamat qalın.